Salam, hər vaxtın xeyirli olsun. Necəsən? Nə var, nə yox? 2-3 həftədir video çəkmirəm, nəsə belə gedişat alınmır. Bir də ki, təb məsələsi var. O təb məsələsini tam belə hiss edə bilmirdim. Dedim, amma bugün gəldi o mənə. Mövzu həm gəldi ağlıma. Dedim ki, qoy bu mövzunu danışım. Həm də ki, söhbətləşək, nə vaxtdan da söhbətləşmirik. Açığı desəm, bu məsələni danışacağım planımdaydı. Sadəcə axır vaxtlar təsadüfən həyatımda gündəmdə olan bir mövzu oldu. Araşdırdım istər-istəməz, öz seanslarımdan götürdüyüm bəzi məsələlər oldu ki, özümə məlumat olaraq ki, aha, bunun belə bir yolu da var imiş, bunun belə bir düşüncə formaları da varmış. Qoy bunlar üzrə sizlə danışaq istədim. Bugünkü söhbətimiz valideynlərinizdən niyə inciməməlisiniz? Valideynlərinizə qarşı içinizdə olan o qəzəb, düşüncələr ki, yəni bu niyə oldu, niyə belə davranırlar kimi, ya da ki, vaxtında mənə bunu yaşadıblar, mən onu bağışlaya bilmirəm. Düşüncəniz varsa əgər, bu video sizin üçündür. Biz bu yaş kateqoriyasında olan gənclər olaraq çox vaxtı belə şeylər olur ki, öz fikrimiz, öz bildiklərimiz, həyatı yaşama formamız ən doğrumuz olur. Doğrumuz olur yəni ki, bu idealdır, biz bacarırıq. Ya da ki, hal-hazırda əvvəlki illərdən fərqli olaraq seçici olmağa meyilli nəslik, yəni ana-ata olmağı iradəmizlə seçə bilirik. Avtomatik artıq davranışlar, düşüncələr demək olar ki, yığışılıb. Yəni artıq şey deyil, evlənən kimi ana-ata olan cütlüklərin sayı azalıb, artıq düşünərək, götür-qoy eləyərək, bütçə formalaşdıraraq ana-ata olanlar var. Öz psixologiyası üzərində fikirləşib, düşünüb, götür-qoy eləyib, sonra ailə quranlar var. İnkişaf etmişik hər cəhətdən. Amma məsələ gəlib bizim bütün həyatımızın kök mərkəzi ailəmizə gələndə, bəzən onlarla hələ də pasiv konflikt halında olmuş ola bilirik. Niyə valideynimdən inciməməlisəm? Hər şeyin bu həyatda bir səbəb var. Mən seansda qarşımdakı insanın öz problemini həll etməyinin ən gözəl üsulu olaraq deyirəm ki, səbəbləndirmək lazımdır. Çünki hər kəsin bu həyatda səbəbi olur. Bir səbəblə bir şey eləyir. Yəni, əgər anan, atan sənə kobudluq eləyiblərsə, kobudluq bir kənara, emosional ehtiyacların tam ürəyincə ödənilməyibsə, günü bugün əgər sən psixoloqa müraciət edirsənsə, mən dəyərsiz özümü hiss edirəm, görülmürəm, görülmədiyimi yaşayıram, sevgisizlikdən əziyyət çəkirəm, özümü pis şeylərə layiq görürəm, münasibət döngüləri yaşayıram. Sonra siz onu seansda danışanda psixoloq deyir ki, sənin problemin bəs uşaqlıqdan gəlir, valideynlərinin görməməyi, valideynlərinin sənə sevgini kifayət qədər ötürməməyi. Tamam. Bəs bunu biləndə bu tərəfdən niyə heç düşünmürük ki, o dönəmdə həqiqətən necə bir şərait var idi? Necə? Birincisi, biz daha ekstra rahat maariflənə bildiyimiz dönəmdə yaşayırıq. Rahatlıqla bütün məlumatlar, elm, təhsil əlçatanlılığı var. Psixologiya, psixoloqluq anlayış terminləri rahatlıqla istifadə edilir. Travma sözünü bir dəfə desən, ətrafındakı insanların 90% onu başa düşəcək ki, söhbət nədən gedir. Amma ana-atalarımızın yaşadığı vaxtlarda bu nə qədər aktual idi. Onlar üçün heç travma anlayışı belə yox idi. Onlar bilmirdilər ki, böyüdükləri mühitdəki ziyanlı bir şərait var orada, yoxsa yox. Onlar yaşadıqlarının doğru ya da yanlış olduğunu anlamadan yaşayırdılar çox vaxtı. Avtomatik həyat yaşayırdılar. 18-20 yaşına çatdınsa evlənməlisən, hətta bu yaş daha aşağılara gedir. Əvvəlki illərdə 16-15 yaşında evlənənlər də var. Filan yaşa qədər çatdın, evlənməlisən, evlənib uşağın olmalıdır. Uşağının sayına qədər hətta qərarlaşdırırlar o vaxtlarda. Ana-atalarımızın valideynləri buna qərar verirdi çox vaxtı. Onların mübarizə apardığı şeylər olub. Yəni, sənin anan-atan, əmin ol ki, sənin bugün şikayətləndiyin, psixoloq yanına getdiyin o dəyərsizlik, özünü pis şeylərə layiq görmək, sevilməmək, özünü sevə bilməməyin, pis periodlarda davamlı getməyin, gəlməyin, bütün bunların səbəbkarı olaraq valideynləri göstərilə bilər. Tamam. Amma onlar səni yetişdirə
başqa şeylərlə də mübarizə aparırdılar. Misal üçün, öz yoldaşları ilə, yəni ana, ata öz partnyoru ilə mübarizə aparırdı. Ana, ata öz partnyorunun ailəsi ilə mübarizə aparırdı. Ana, ata öz ana atasını itirməyin yasını yaşayırdı. Ana, ata bəlkə də bir ana, ata rol model görmədən ana, ata olmağa çalışırdı. Yəni bizim bugün qəbul edirəm, həyat standartlarımız, münasibət yaşama dilimiz əziyyətlidir, biz əziyyət çəkirik, daxili olaraq özümüzü natamam hiss edirik, buna nəsə demirəm. Amma ki, səbəb olaraq göstərdiyimiz o şəxslərin də vaxtilə özünə görə problemləri olub. Bunu anlaya psixoloji seans almaq daha sürətli bir nəticə verər. Nəinki onlara qarşı belə aqressiya içinizdə yaradasınız ki, onlara görə oldu. Onlara görə mən bugün özümü sevə bilmirəm, öz güvənim aşağıdır, belə. Ona görə mən düzgün partnyor seçə bilmirəm, ona görə yanlış partnyor seçdim, bədbəxt oldum. Bu reallıqdır ki, sən valideynlərlə daha yaxşı bir dönəmdə yaşayırsan. Sən valideynlərlə daha yaxşı maariflənə biləcəyin, çox sürətli bir şəkildə özünü dəyişdirə biləcəyin, imkanlarının çox yaxşı olduğu bir vaxtda yaşayırsan və sən artıq haqqın yoxdur ki, deyəsən ki, mən bacarmadım, dəyişə bilmədim. Bacara da bilərsən, dəyişə də bilərsən. Çünki texnologiya inkişaf eləyib. Bu dəqiqə Instagramda sürüşdürdüyün reelslərdən üçündən biri psixologiya haqqında bir şeydir. Üçündən biri şəxsi inkişafla əlaqəli bir şeydir. Düzgün münasibət necə olar, onunla bağlı bir şeydir. Çox rahatlıqla həyatı daha yaxşı, necə düzgün yaşamaq olarsa, o haqqda məlumat əldə etmək olur. Amma sən buna rəğmən yəqin ki, nəyinsə yükünü atmaq üçün, bəhanə olsun deyəmi, hələ də yəni barmaq uzadacağın insanlar axtarırsan ki, buna görə oldu. Yəni onu dedin, haqlısan, onu dedin, ona görə oldu. Amma bəs ondan sonra nə gəlir? Sıra nədədir? O barmağı özünü uzatmalısan ondan sonra və sən bundan davamlı olaraq qaçırsan. Mən bunları danışa-danışa bəlkə də mənə baxanlardan bəziləri ürəyindən keçirdir ki, əgər belə mübarizə aparırdılarsa o vaxtı bizim ana-atamız, bəlkə də kimsə nənə babası ilə böyüyüb, bəlkə də əmsi ilə, xalası ilə böyüyənlər də var. Sizin valideyn yerinə qoyduğunuz kim varsa söhbət ondan gedir, yəni. Bəlkə də valideynlərimiz vaxtilə mübarizə aparıb və siz bugün deyirsiniz ki, mübarizə aparırdısa məni dünyaya gətirməzdilər ya da ki, mən niyə oldum ki, da bu boyda şey oldu, indi mən əziyyətini çəkirəm. Bayaq dedim axı, avtomatik yaşamaq 80-90-cı illərdə, ondan əvvəl onsuz da 80-90-cı illərin bizim valideynlərin doğulduğu il kateqoriyalarından danışıram daha çox idi. Onlar sorğulamadan ana-ata olmağa meyillidirlər. Bizim kimi indi durub gedib psixoloq yanına test işləyib demirlər, mən valideyn ola bilərəm, yoxsa yox, mən valideyn olsam necə ola bilərəm. Mənim, nə bilim, onlar bizim kimi gedib araşdırmırlar da. Ailə psixoloqu nədir soruşsaq, biri bilər, ikisi bilər. Bilənlər də deyər ki, ehtiyacımız yoxdur. Ya da ki, dəyişən deyil ki, bala sən anan atan. Biz elə bir cavabla rastlaşarıq da, düzdürmü? Sözümün canına gəlir ki, hara fırlasam da, mən bunun üzərində çox düşünmüşəm. Yəni, həqiqətən də mən də elə bilirdim əvvəl ki, bəs belə edirsə gərək, nə bilim, elə bilirdim ki, bir yolu var da, bir yolu var. Onlar daha yaxşı bir formada eləyə bilərdilər, daha yaxşı formada bizi yetişdirə bilərdilər, daha az zədə ilə, psixoloji zədə ilə böyüdə bilərdilər. Amma sizə bir şey deyim ki, yetkinlik həyatını yaşayan bir insan artıq böyümüşəm də, yəni özümə görə həyat qayğılarım var. Artıq ailəmin baxdığı qız uşağından çıxıram yavaş-yavaş. Yəni mən özümə baxmağa çalışıram, özümə çatım. Əlimdən gələn qədər yük olmamağa çalışıram da. Çünki artıq böyük bir insan, universiteti bitirmiş bir insan iş həyatına atılmalıdır, yavaş-yavaş ixtisas üzrə olmadan özünü saxlamalıdır da bu həyatda, saxlamağı bacarmalıdır. Və mən özüm hələ, mənim övladım yoxdur ha, yəni mən hələ təkəm. Və tək olduğum halda belə görürəm ki, qayğılarım var. Özümlə bağlı. Əvvəl yaşadığım şeyləri hələ həll etməmişəm, bəzilərini. Əvvəl yaşadığım problemlərimin, misal üçün, beynimdə düyünləri qalıb, mən onların üzərində çalışıram ki, elə düzəldim. Hələ mən şəxsi həyatıma daşıdığım travmalarımdan məşğulam. Travmalarım deyirəm, çünki onlar mənlikdir. Səbəbləri kim olur olsun. Artıq mən onları bilirəm ki,
olub keçib. Məncə o yerlər məni maraqlandırmır. Mən artıq özümü maraqlandırıram. Maddi qayğılarım var özümə görə. Artıq hesab kitab aparıram. Ayın sonuna filan şeyləri çatdırmalıyam. Ayın sonuna filan ödənişlər etməliyəm. İndi bunu mən tək olaraq düşünürəm ha. Biz siz oturub düşünün. Bəlkə də buna baxan hələ bir abituriyentliyi yeni bitirən biridir. Hələ həyatı bəlkə də tam atılmamısan, fərqi yoxdur. Faktı ki, özünlə bağlı qayğıların var. Gələcəyini filan formada qurmaq istəyirsən. Artıq özünə görə bir yol cızırsan da. Çünki böyüklüyünün yaşlardasan. Yəni, nə olsun ki? Bəlkə də eyni yaşdayıq. Yəqin jonda mən başa düşərsəm tam. Hər bir halda bu videoya baxan insanlar artıq həyat haqqında fikri olan, özünü tanıyan, özü üçün yaxşı həyat qurmaq istəyən insandır. Bu qədər. Və bu mənim beynimin içi idi də. Bir bunun valideyn versiyasını düşünün. Valideyn olmaq bilirsiniz nə deməkdir? Sizə bir həyata əmanət edilib. Hər nə qədər öz seçimi ilə valideyn olsa belə bir insan əmanət sayılır əslində. Çünki varlıq səndən dünyaya gəlir. O varlıq dünyaya gəlməyi səndən istəmir. Sən onu dünyaya gətirmək istədin, ana-atalıq hissini dadmaq istədin. Və bu qədər. Onu dünyaya gətirəndən sonra qayğılar da yüklənir. Və artıq maraqlı bir nüans da budur ki, həmin uşağın qayğılarından boğuşursan bir tərəfdən. Onu maddi olaraq yaxşı yaşatmaq, sonra mənəvi olaraq sevgi vermək və s. Və bu momentdə də valideynin hələ həll etmədiyi, əvvəldən özü ilə daşıdığı, amma fərqində də olmadığı problemləri qalıb. Eyni anda uşağı ilə məşğul olurlar, döyülən, söylən, dava qırığında yaşayan kişi qadınlar çoxdur. Ailədə partnyorlar əziyyət çəkirlər bir-birindən və bu momentdə də uşaq böyüdürlər. Orada uşağın çəkdiyi ziyan, gördüyü psixoloji zədədən hələ bəhs etmirəm. O ayrı bir mövzudur çünki. Söhbət bu dəqiqə burada valideynlərimizlə empatiya qurmağa çalışmağımızdan gedir. Ona görə bunları sizə izah eləyirəm. Və nəzərə alsaq ki, bizim valideynlərimizin böyüdüyü vaxtlarda travma, psixoloji zədə, psixoloji şiddət, onların nəsildən nəslə gələn travmaları bunlara necə təsir edir? Mövzu heç yox idi da, yəni. Bütün bunları bilməyən bir qadın və kişi gəlir, böyüyür, oxuyursa, haradasa dünya görüş formalaşır, ixtisası üzrə də olsa, mən deyirəm ki, yəni həqiqətən də oxumaq, həm kitab oxuyan, həm də universitet oxuyan insana aid bir ifadədə oxuyan insan, savadlı insan. Bəzilərimizin ana-ataları savadlıdır, dünya görüşlüdür, bəzilərimizinki elə deyil. Elə sadəcə pul qazanmaq üçün hər hansı bir işə başlayıb, iş həyatını oradan davam etdirənlər də olub. İndi bunların arasında özünə görə fərqlər var. Haradasa dünya görüşü olan insan, haradasa nəzərə alar ki, davranışlarını sorğulayar ki, mən bunu niyə eləyirəm, mən bunu niyə yaşayıram. Oturub götür qoyar, papağını qabağına qoyub düşünər. Amma ümumiyyətlə sadəcə həyatda qalmaq, sadəcə pul qazanmaq, fədakarlıq, öz atasının çətin həyatı ilə üzləşib sonra evlənən qadın kişilərin uşaqları olmaq asan deyil. Çünki onlar mübarizə apara-apara bizi böyüdüblər. Yəni biz bu dəqiqə deyirik, bizi sevgiyə ilk faktor ötürməyiblər, emosiyalarımız belə-elə. Yaxşı deyilik də psixoloji olaraq. Fakt ki, üstündə çalışıb düzəltmə şansımız var. Ona görə dilimiz biraz qısadır. Amma bizim ana-atalarımız əziyyət çəkirlər daxil olaraq, vəziyyətləri yaxşı deyil. Düyünləri çoxdur, dəhşətizm dərəcədə çoxdur. Yəni bu insanlar hələ də bilmir ki, bunların beynində danışan səslər kimin səsləridir. Biz burada danışırıq, videonu açıram, mən söhbət eləyirəm psixoloq kimi ki, içində danışan səs budur, sən bunu buna görə edirsən, sən də mənə qulaq asırsan, deyirsən ki, düzdür, bu. Biz rahatıq. Bizim ana-atamızın bu dəqiqə içində nə baş verir? Elə bilirik ki, o ana-ata olaraq onun fikirləridir. Heç də elə deyil. Hər kəsin çünki bu həyatda görərək böyüdüyü nümunələri var. O nümunələr sağlamsa xoşbəxt o insan. Sağlam deyilsə və hələ də o gözünü açan kimi həyata atılıb, sonra ana-ata olubsa bir insan, təsəvvür edin ki, onun necə bir xaos vəziyyəti var daxili dünyasında. Təsəvvür edin ki, onun bizdən neçə qat daha çox psixoloqa ehtiyacı var, şəfalanmağa ehtiyacı var. Hələ kimlərimizin atası müharibə görüb, kimlərimizin atası öz valideynlərinə erkən itirib. Anası da həmçinin. Yəni, bu boyda əvvəl özdə mən elə düşünürəm. Məncə əvvəlki illərdə
bir böyüyü itirmək daha travmatik bir hiss olub. Çünki müharibələr çox olub. İndiki kimi güvənilir bir sistem olmayıb. Ən azından daha güvənilir bir vaxtdayıq da biz. Əvvəl daha şey idi, başqa cür idi. Yəni çətin olub yəni. Biz bugün videoya baxan bəlkə də mənim yaşıma yaxın bir şəxs, o da bəlkə valideynlərindən birini itirib. O itirmə hissi necədir ha? O itirmə hissi ağırdır. Və onunla vuruşa bir həyat da qurmağa çalışmağı bir dənə düşünün. Özünüzün içində müəyyən natamamlıqlarınız var, boşluqlarınız var. Amma xəbəriniz də yoxdur ha tam. Bilmirsiniz ki, siz niyə anidən qəzəblənirsiniz. Bilmirsiniz ki, sizin niyə ağlama krizləriniz olur. Bilmirsiniz ki, siz darıxırsınız, amma nədən ötürü darıxırsınız. Bilmirsiniz ki, avtomatik düşüncə davranış nə deməkdir. Bunları bilmədən də əziyyət çəkə-çəkə, partnyorunuzla qırğın dava edirsiniz, amma bilmirsiniz ki, niyə dalaşırsınız. Bilmirsiniz ki, partnyorunuzla uyğunsuz yoxsa yox. Bizim ana-atalarımızın olduğu vaxt da hələ belə bir şey də var idi ki, partnyorla indiki kimi sevgililik dönəmi yaşamaq, tanımaq, lüksləri olmayıb çoxsunun. Ona görə də qumar kimi bir şey olub. Əslində, indi də tanımağın o qədər də dəhşətli dərəcədə faydası yoxdur, amma faktı var. 50% kömək eləyir. Yəni ki, biz ən azından proqnozlaşdıra bilirik də bizim həyatımızdakı insan evlənəndə bizə necə ola bilər. Onlarda bir-iki dəfə görüş olub, çox qısa nişanlılıq olub, dərhal evlənmə olub, hətta bəziləri öz bir-birlərinin üzünü toydan sonra görüblər. Yəni, belə bir gedişatın içində böyüyən bir insanın necə bir psixologiyası ola bilər və o cür insan sizə necə bir sevgi, necə özgüvən, necə öz dəyər verə bilər? Bilsəydilər, əmin olun ki, sizə daha yaxşı bir həyat qurmaq üçün çalışardılar. Həqiqətən valideynlərimiz bilsəydilər ki, o qədər maddi mənəvi problemlər yaşayırlar, onların özlərinə bu qədər təsiri var, öz ailələrindən gördüyü şeylər, adət-ənənə dediyi şeylər əslində özlərini incidir, xətirlərinə dəyər, əslində ürəkləri sıxılır, belə yaşamaq istəmirlər, amma bunu bastıra-bastıra yaşayırlar. Bilsəydilər ki, bu övladlarına belə təsir edir, əmin olun ki, bunu etməzlər. Niyə deyirəm? Çünki bugünkü çabaları altına dərindən insəz yenə sevgi var. Amma üstə görünən daha başqa şeylərdir. Bizə görə sevgi daha müsbət, daha baxanda sevgidir bu deyə biləcəyimiz şeylərdir, amma həqiqətən bəzən də olmur. Çünki birincisi, hamı bizim kimi olmaq məcburiyyətində deyil. İkincisi, valideynimiz də olsa, onların özünə görə sevgi dili ola bilər və onların da özünə görə yaşadığı çətin situasiyalar olub, yorğublar, illərin yorğunluğu var onlarda. Yəqin keçdiyimiz öz anavızdan, misal üçün ki, anavız danışır ki, ay bala, mən ata tərəfin qohumları ilə mən təzə gəlin olanda mən belə ciddidirlər, mən belə şeylər yaşamışam, siz də mat-mətəl izləyirsiniz də, yəqin olub sizdə də ki, ilahi, mənim anam necə bunlarla mübarizə aparıb da, bu boyda problemləri necə baş çıxardıb. Sonra onun içində bir ana olub, ana olandan sonra zaxılıq dönəmi deyirlər. Hələ o zaxılıq dönəmi necə keçirdi bilmir. Yəni, hamiləliyin özəlliyi, gözəlliyini yaşaya bilməyən analarımız var hələ. Sadəcə olaraq hamilə. Sadəcə olaraq elə uşaq dünyaya gətirdi. 18 dəqiqə olub. Uşaq dünyaya gətirdi, ana oldu, status atanın özü. Əsl da pulun verir. Yəni, anlayış olaraq qıt olub da. Bu gördükləri maksimum o qədər olub. Ona görə deyirəm. Bizim kimi telefon açan kimi bütün dünya ayaqlarına sərilməyib, bütün məlumatlar ayaqlarına sərilməyib. Analarımızın dərin formada psixologiya, analıq, övladı yetişdirmə stilləri bunlar olmayıb. İnstiktiv davranışlar olub, avtomatik olub çoxsu. Atalarımız da sadəcə olaraq bizi, ailəsini həyatda saxlamaq üçün o miqdarda pul qazanmaqla məşğul olub. Bizim qədər məlumatlı olsaydılar, əmin olun ki, hər şey başqa cür olardı məncə. Amma olmadısa da, nifrət, kin bəsləməkdənsə mən deyərdim ki, elə bunları bir dənə düşünün. Deyin ki, canları sağ olsun. Onlar da əllərindən gələni, bu boyda xaosun içində əllərindən gələni eləyib, bu yaşa mənə çatdırıblar. Bundan sonrası artıq sizlikdir. Narazı olduğunuz şeyləri düzəltmək üçün gücünüzdən istifadə edin. Artıq bundan sonra kimsə günahlandıra bilməzsiniz. Çünki bu boyda
şeylər danışıram. Mənzər də var, heç olmasa bunu da nəzərə alın. Hələlik.